Salam, hər vaxtınız gəlsin dostlar, xoş gördük. Mən Toyota Vüqar Usta, zəhmətləməsə yaxınlaş. Günlərdə bizə çox sual verirlər ki, Toyotaların mərkləri nədən xarab olur, niyə xarab olur, problemlə ilə bağlıdır. Filtr zəhmət olmasa oradan verəcəyini mənə. Çox vaxt rol, yenə deyirəm, filtrdən böyük rol oynayır filtr. Çünki yağ filtrini düzgün seçim eləmirlər, mərk yağını düzgün seçim eləmirlər. Yəni Toyota deyib ateşli əvəzinə sürürlər. Belə lorlu da olsa başa salasın. Gördünüz bunu 2 7 mərki zəhmət olmasa çəkinə. 2 7 mərki hal-hazırda bunu sökürük. Bunu konservat eləyəcək, yerinə qoyacaq. Çox vaxt bizə sual verirlər ki, usta klapan, salnikin dəyişməyən problemlərdən qalxıb, dəyişib qalxmır qardaş. Yəni əmin olun ki, o pulu sizi kim alırsa 50 manat, 60 manat artıq verə bilərsiniz ki, dəyən ziyanı sən edəcəksən. Bir də ki, bir şey deyirlər ki, bunu ağzına atsan, belə bir şeydir, elə bir şey yoxdur. Yəni, bu motorda elə bir şey yoxdur. 100 kilometrə 5 litr yağ yeyir. İnandırım sizə arxadan 1 qram tüstü çıxmayacaq. Yəni, bunu da əmin ola bilərsiniz. İndi hal-hazırda bu mühərrik sökülür, konservat olunacaq. Konservat atacaq. Gördüyünüz kimi, mərkəz konservat eləmişik. Hazır müştəriyə təqdim edəcəklər. Qaracaq ələdə saxlamışam. Garantiya, mənim yanımda nə qədər dəyişirdir, garantiya verirəm. Amma istisnalar var. Düzməyim, orada mən ustanın yanında məhərrik yığdırım. Dedim, ürəyim istəyən yağı tökdüm. Belə bir şey yoxdur. Nəticədə garantiya verirəm. Məhərrik yığılıb. Radiatorda problem var. 2014'dür. Mərki yığılıb, hazırdır, müştəriyə məlumat verilib, aparacaq. Həmçində bunlar. Bunda avtomobilə mərki yığılıb. Mərki yığılıb bunda. Bunda sadəcə Rajganiya dəyişilib. Motorda səs vardı. Başqa bir diaqnoz qoymuşlar. Başqa işlər görmüşlər. Bunun Rajganiya sistemini demirlər. Dəyişin 4 motorda xəstəlikdir bu. Xidməti yalnız Toyota Lex avtomobillərinə göstərilir. Mənim Toyota Lex Vüqar Usta. Bu qədər əzizlərim. Söz-söz olun. Da köhnə ehtiyat hissələri müştərinindir. Dəyişilib, şatun dəyişib. Hamısı dəyişilib burada. Müştəriyə təhvil verilir. Görülən hər bir işlərə zəmanət verilir. Mən Toyota Lex Vüqar Usta. Diqqətlə təşəkkür edirəm. Bu qədər. Başqa kimin nə sualları var, cavablandıra bilərəm. Mərklərdə yağ yemə olur, olmur. Burada bir şey çəkəcəm, sizə paylaşacağam. Amma çox vaxtı tövsiyə edirəm ki, bax, 2.7'nin Porsche. 60 mindən bir antifriz çalışını dəyişdirin. Bax. 2.7'nin gündəlik. Bu gündəlik suallar. Telefona cavab verin. Prado 2.7 motor. Bunlarda sağ tərəfdə, belə deyək də, şturvalın əks tərəfində, bu burada, yan tərəfində tıqqıl-tolu güncül tıqqıl onu otur dəyişməyə dəymə. Çünki müştəri gündə bu sualı bizə verir, yormuşam. Bu da 5.7'nin Rajganiya sistemidir. Yəni bu sistemi bu da qalovkadır, çünki qaynatma səbəbi olur. Bunun öz bildiyim rəssam qədər çəkmişəm. Təbii ki, rəssam deyiləm, çünki müştəri izah eləmək üçün. Yəni dostlar, bizdə xidmət var, yağ dəyişmə xidməti, slesarlı xidmət var. Əlaqə saxlayıb yaxınlaşa bilərsiniz. Çox vaxt sual verirlər, usta, zəngsiz müştəri qəbul eləmişsiniz. Xeyr dostum, bizim müştərilər zəngsiz gələ bilər. Niyə görə? Çünki o maşınlarda olan nöqsanları bilir. Amma kimsə bizim yanımıza zəngsiz gələndə, bizim müştəri olmayanda o maşında olan nöqsanları bizi ortaya çıxarda bilməsin. Bəzi vaxtımız gedir, zamanımız gedir. Ona görə zəngsiz müştəriləri, yəni bizim olmayan müştəri zəngsiz qəbul eləmir, əziz qardaşlar. Bizim olmayan müştəri zəngsiz qəbul etmə səbəbi odur ki, yəni çünki bizim daimi olan müştərilərimizi başa salır. Onlarda motorda, mühərrikdə, avtomobildə olan nöqsanları bilirik. Amma hansısa bir müştəri bizim müştəridir, hansısa bir nöqsan üçün yaxınlaşsa bizim onunla vaxtımız gedir. Adi bir səs üçün bizim 1 saat, 2 saatın gedir, usta olan yaxşı bilər. Ona görə bizə olmayan müştərilər zənglə xahiş edirəm. WhatsApp-a yazsın, əlaqə saxlasın, gəlsin. Mən Toyota Vüqar Usta, təşəkkür edirəm.